Hal-hazırda çırpışan maşınlarda okka verəcəm. Və bu videoda olan 10 aktivitədən sadəcə birincidir. Məsələn, Azərbaycanın ən hündür sürüşkənindən sürüşəcəm. Həyatımda ilk dəfə bilyard oynayacağam. Və bulvarda olan 3 manatlıq oyunlardan maksimum necə xeyirli ayrıla bilərsiniz onu göstərəcəm və daha çoxu var videoda. Gəl uçaq. Çırpılan maşınlar uşaqlıqda daha əyləncəli idi. İndi mənə heç maraqlı gəlmədi. Amma bundan sonraki aktivitədən qurtulmaq o qədər asan olmayacaq. Dostlar, hal-hazırda sürüşkənin tam qabağındayıq. 5-ci mərtəbədən 1-ci mərtəbəyə sürüşəcəm. Əlim əsir uşaqlar. 4 manatdır bu arada uşaqlar. Ad, soyad, əlaqə nömrəsi, harda yaşadığımızı falan dediyi uşaqlar. Sürüşə də başqa kameralardan məni izləyəcəksiniz. Haqqınızı halal edin. Bu kanala abunə olun. 1 milyon abunə olaq. Və bu videodakı hər aktivitə kimi bunu da mütləq etməliyəm. Çox qorxsam belə. Qorxuram. Əlin əsməsin. Rahat ol. Sürüşkənin başlanğıcı 5-ci mərtəbədə olduğundan məni düz 20 metrlik bir sürüş gözləyir. Dostlar 15 saniyə sürüşəcəm. 3, 2, 1. Ya Allah uşaqlar getdim. Ya Allah qorxmuram. Zordu uşaqlar, abunə olun. Abunə olun, Azərbaycanlı verin. Sürüşkəndə qışqırığımın səsi çox gəldiyi üçün insanlar çıxanda mənə baxırdı. Ay bura çox zordur. Uşaqlar, çox maraqlıydı. Çox maraqlıydı. Və 10 aktivitədən üçüncüsü sizə tanış gəlmiş ola bilər. Amma biz bura oyun oynamağa yox, hər şeyi qazanmağa gəlmişik. Bulvar arasında yerləşən Wonder Park'ın yanındayıq. Oyunun biri 3 manatdır. Gedək kassaya bilet alaq. 5 dənə zəhmət olsa bilet verərsiniz də. 5'i 3 nəfərə necə böləcəyik? 5-i 2 nəfərə böləcəyik. Yəni də bölüm. Biletlər çox qəşəngdir. Bir də bu biletlər oradakı bütün karusellərə keçir. Birinci olaraq Angry Birds oyununu oynayacağıq. Kim qazansa onun 3 bileti, ucanın 2 bileti olacaq. Sağlam, qozanlar. Neçə atış haqqımız var? Adama 9 atış haqqı var Vüqar. Sən başla, centilmenəm mən. Qıdığım var. 1-də 0. 1-də 1. 1-də 1. Ha, 1-də 0 özü üçün deyib uşaqlar. Atanmaz. Ay da yenə eyni yerə atdım. Yaşı bu dəfə atsın qoy bərabərləşək. Yaparsın aşkım. Ona dəydi, sayaram bunu. Saymırsan. Sayaram bunu, dəydi düşməli də düşməli. xəstəsən. Tez atar. Axıra bir dənə saxla. Allah haqqı bu o deyil, brat. Vüqar mızıldayır uşaqlar. Vüqar çox tez atar. Allah getmir. 2 dənə atmışam, 2 dənə indirmişəm. Deyir, gördün çəkir. Biz orada. İçəridəki uşaqlar bu qırmızı divara dəydi, qayıtdı, o düşdü. Kano sayıları o düşən. 4 dənə broski. 4-2. Biri sənin, ikisi mənim. Uşaq olsam Vüqar, bura mənim üçün yuxu aləmi kimi bir şey olardı. Uşaqlar, ilkin üçün bura yuxu aləmidir. Brat, bunun hamısını atarım. Oynamaq istəyirsən? Var bunun hamısını atarım. Bir haqqın qalıb ha. Bunun hamısını atarım. Uşağa nə soruşursan bunun hamısını atarım. Vüqar girib. Vüqar necəsən? Bunun hamısını atarım. Bu lazerdir. Bunun hamısını atarım. 10 atış haqqın var. Qəşəng bir dəfə. 2, 3, 4, oha! 6, 7, 8, 9. Bitti. Brulok kazandın. Spiderman. Sen brulok kazandın Vüqar, mən səni qazandım. Bu oyunda mənə verilən toplarla aparatdakı dişlərə hədəf alacağam. 5 topla 5 diş vursam brulok, 3 topla 5 diş vursam kukla qazanacağam. Məncə 4-ünü atarsın. Bir oyun haqqım var, nə oynayım görəsən? İndi oynayacağım oyunda topu qabın içinə atacağam. Top qabın içindən çıxdıqdan sonra qırmızı 4 bucağa düşərsə, brulok qazanacağam. Göy 4 bucağa düşərsə balaca hədiyyə, sarı 4 bucağa düşərsə orta hədiyyə qazanacağam. Sarı bir də nə idi orada ha? Oha. Burada pingvinlərdir. Uşaqlar, mən Hello Kitty-ni götürmək istəyirəm. Orada necə tutdum? Çox sağ olun. Mənim hədiyəm alın. Mənim hədiyəm kim sıfır atdı. Basılar, buradan belə ayrılırıq. Gedək görək Bakıda başqa nələr eləyə bilərik. Videoda indi eləyəcəyimiz aktivitə bilyarddır və komandamızda heç kim bilyard oynaya bilməyəcəyinə görə Elvini gətirmişəm. Bugün bilyardda ilkini çiləyəcəm. Bir öyrət sonra öyrənməyən Bilmirsən? adam heç nəyi qardaşım, heç nə bilmirəm. Bir şey deyim. Ha. Mən də çox şey bilmirəm. Bilyardın qiyməti 7 manat idi. Deyə bilərsiniz ki, ucuz deyil, amma 4 nəfər gəlib oynadığınızı fikirlərsəz adama 2 manatdan az pul düşür. Bu daşlar yığılmalıdır yəni. Yığın daşları yığın. Qardaşım daşların hamısını yığdı. Qoyuram bura. Elvin dedi daşları yığın. Neysə ha. Daşları yığıram bura. Deməli daşları yığmaq lazımdır. Mənim daşlar niyə azalır? Ay dəli, daşları yığmaq lazımdır. Bəli, sən demə daşları bu üç buzağın içinə yığmaq lazım imiş. Adam bilyardda sürüğü mənfidədir. Qolab dənə. Halqanın isə yığılmalı. Halqa deyil qardaşım, üç buzaqdır bu. Yoxsa Illuminati mi?
Ay Allah. Həyatımda ilk dəfə bilyard salonuna gəlmişəm. Özümü bir doğan hiss edirəm. İşim var mənim səndə. Domino oynayırıq. Ay be, bu bilyard idi. Adam bilyardla hansı oyunu qarışdırıb tutucura bilmirəm mən də. Mən bilyard deyib bura gətirən nədirsə, ona duasıyam. Sonra bu çubuqla da vururuq ha. Vurdum Murat. Görək neçəsi düşəcək. Bax ora düşüb. Düşdü Murat. Mən bir xal qazandım. Qazanmadım bir xal. Həyatda uduzun nə sən? Bu dəqiqə nə edirsən? Uzaklara dalmalar. Həyatda uduzdum. Ay zipeyir, ver mən də vuracam. Vurdum. Dəyəcək. Gəlir. Eləmə. Vurdum. Mən zülüm çəkirəm. Sən nə edirsən? Belə bilyard oynayırlar. Hadi ya. Dəydi, tələ girdi. Aç girmir. Ver də bunu. Adam sahiblənib bunu. Dayan. Ay Allah. Çubuq tapdım Elvi. Nəysə, tapdığım çubuğu Elvin mənim gözümə soxmamış, keçək növbəti aktivitəyə. Dostlar, bu aktivitədə tisanı biraz yüksəldirib bulvarda velosiped sürəcəyik. Burada qalanlar üçün bu adi bir şey ola bilər. Mən Suraxanda qaldığım üçün bu mənim üçün çox böyük bir şeydir. Şimdi bırak götür hansını siz götürürsün. Öpürəm abi. Axırıncı dəfə Uşaqlıqda velosiped sürmüşəm. Uşaqlar bilməm sürə biləcəm ya yox. Pulsuz götürdük bunu. Çəkilişə görə sağ olsunlar. Gəlib siz də buradan velosiped götürə bilərsiniz. Dostlar, yəqin ki mənim götürdüyüm velosiped sadə velosipeddir. 4 manat 30 dəqiqəsi. Sürətli götürə bilərsiniz. Ailəvi 2 nəfəri, ailəvi 4 nəfəri velosipedlər var. Oha. Bu geçen bir araba korna çalan. Yəni məncə eləyə biləcəyimiz ən bomba ucuz aktivitelərdən biridir. 4 manata yarım saat, 6 manata 1 saat bulvarda velosiped sürə bilirsiniz. Zınqrovum da var burada gördüyünüz kimi. Ya təsəvvür elə bu mənzərənin eşliyində bunu eləyirsiniz. Çox aura bir şeydir məncə. Biraz çox uzaqlaşdım Sadiqdən. Yazığım gəldi, qayıdım geriyə. Əmi sən 50 qəpik versin. Sonra Sadiq üçün də velosiped götürüb birlikdə sürdük. Ay be. Çok Videonun irəliləyən dəqiqələrində dostumla soyunma cəzalı PlayStation oynayacağıq. Amma ondan öncə gedirik Bakının ən hündür nöqtəsinə çıxmağa və bunu cəmi 1 manatla funikulyor vasitəsilə edəcəyik. Mən buranın qiymətini çox baha bilirdim uşaqlıqdan. Nə bilim fikirləşirdim 40 manat 50 manatdır deyə gəlib soruşmağa belə risk eləmirdim. ChatGPT-dən soruşduq, ChatGPT 1 manat dedi və mən şoka düşdüm. Bilməyənlər üçün deyim ki, funikulyor dənizkənarı bulvarla Dağüstü parkı birləşdirir. Düz 455 metr uzunluğundadır. Hal-hazırda bileti almaq üçün sırada gözləyirik. Və nə yalan deyim, yaxınlaşdıqca içimdə biraz qorxu yaranırdı. Ancaq xaricilərdir bu arada. Hələ ki Azərbaycanlı yoxdur içəridə. Dosyaların arasında heç nə haqqında məlumatımız yoxdur. Oha, başladıq. Mənzərənin çox qəşəng olacağını gözləyirəm. Yuxarını çək, çox qəşəng görsənir. Aşağını çək, məni çək. Ya Azərbaycanda qala-qala niyə bura çıxmamışam bilmirəm. Bu arada sizə bir şey deyim, uşaqlar, oturacaqlar çox rahatdır. Bu məsafə çoxdur deyə rahat otura bilirsiniz. Bir dənə maşın keçid siqnal verdilər ona. Necə toqquşmadıq abi biz? Körpüyə girdik. İşıqları var körpünün. Çox bərk danışmıram ki, uşaqlar, insanlara narahatlıq eləməyim, yavaş danışıram. Sadiq, səncə necədir? Çok hayal diye. Korku evindeymiş gibi parıldaydın sen de riski. Oy da şəhər ayaqlarımızın altında qalır. Hamı düşsün, ən axırda düşəcəm. Oha, hündürlüyə baxın uşaqlar. İndi hal-hazırda uşaqlar Bakıda həmişə gördüyünüz, amma heç vaxt yanından keçmədiyimiz alov qüllələrinin yanındayıq. Mən keçmişəm, yəqin keçməyənlər var. 15 yaşımacan keçməmişdim. Burada saxlayır, yəni buradan da piyada düşəcəyik də, qayıtmağa pul verməyəydi. Düşmək asandır, qalxmaq çətindir. Bu videoları çəkəndə çox yoruluruq. Sizdən tək istəyimiz videoya like atmağınızdır və kanala abunə olmağınızdır. Gedək mənzərəyə baxın. Çox qəşəngdir. Videoya 30 saniyəlik çox qısa bir ara veririk. Bir butonla bir kanal qoymuşam uşaqlar. Həmin kanala mütləq abunə olun, çünki sizə iPhone 17 Pro qazanmaq şansı verir. Kanalın short bölməsində belə bir video var. Gəlin izləyək. Karşımda iPhone 17 Pro var və bu sizin ola bilər. Deməli, abunə olduqdan sonra bu videonun rəy bölməsinə 3 dostunuzu taq edib iPhone 17 Pro qazanmaq şansı əldə edirsiniz. Şansınızı 3 dəfə artırmaq istəyirsinizsə Mr. Elon'un Instagram və TikTok səhifələrinə də takip atın. Qalib isə 24 oktyabr canlı yayında seçiləcək. Hər kəsə uğurlar. Bakıda pulsuz eləyə biləcəyimiz ən bomba aktivitə burada şahmat oynamaqdır uşaqlar. Qoca daydaylar üçün çox zor aktivitədir. Gedib ən azından çayxanada domino çıxmaqdan qəşəngdir məncə. Daşları qurum gəlirik uşaqlar. Əslində mənim planım şahmatı Sadiqlə oynamaq idi. Amma biz videonu çəkəndə İngilis bir xanımı şahmata yaxınlaşıb şəkil çəkdirmək istədiyini gördüm və onu oynamağa dəvət etdim. VS Black. Deməli uşaqlar, ilkin indi xanımla qarşı-qarşıyadır və atırlar. Görək kim olacaq. Dostlar, bu videonun belə olacağını heç təxmin eləməmişdim. Dostlar, uduzdum. Balaca ekranda oynamaqla böyük ekranda oynamağa indim. Thank you.
Sadiqi rahatça udacağımı fikirləşmişdim. İngilis xanım gəldi. Heç özüm də bilmədim. VS dedim, qəbul elədi, oynadı. Sizi bulvarda yerləşən xalça muzeyinə aparacağam. Azərbaycan Xalça Muzeyinin binası elə bir sənət əsəridir ki, sanki nəhəng bir xalça dəniz sahilində açılıb. Müasir memarlıq üslubunda tikilən bu bina həm ölkəmizin qədim xalçaçılıq ənənələrini, həm də müasir Azərbaycanın yaradıcılıq ruhunu simvolizə edir. Tələbə olduğumuza görə uşaqlar 3 manat ödədiyi bilet üçün. Muzeyin içi sanki sehirli bir nağıl dünyası kimidir. İnsanlar orada naxışların arasında gəzərkən quşlar, günəşlər və çiçəklərlə dolu bir xəyal aləminə düşür. Bəzən elə gəlir ki, xalçadakı fiqurlar canlanacaq və sənə qədim zamanlardan bir sir danışacaq. Və nəhayət sıra gəldi o böyük cəzalı aktivitəni eləməyə. Dostumla soyunma cəzalı PlayStation oynayacağıq. Amma ondan öncə son bir aktivitemiz qalıb, Sadiqi göndərirəm onu etməyə. Deməli uşaqlar ilkin mənə göndərdi ki, get pianoya qulaq as. Özü pullu aktivitelər eləyir, mən pulsuz aktivitelərə göndərir. Nəysə uşaqlar, mən getdim qulaq asıyorum, görüm nəsə bir başa düşürəm bir şey. Və sıra gəldi videonun ən bomba yerinə. Dostumla soyunma cəzalı PlayStation oynayacağıq. Gəlmişəm bu günlərin Fərrux, yox ilkinin Su içməyək bro. Su var orada. oyununa şərik olmağa. Qardaş mən çıxıram buradan. Niyə? Mən orada Messi'ni gördüm. Messi! Messi! I love you Messi. Orada top gördüm ona. Al brat. Al pes oynayacaq. Qardaşım qəşəng tipslər var burada. İstəyirsə hansından istəyirsə götürə bilərsiniz. Yəni işçidən soruşaq, hardadır brat bizim masamız? Bu deyəsən mankendir, burada satılır. Amma mənim pultum işləmir. Qardaşım bir oynayaq sonra bəhanə elədi. Ay dostlar, oyun 10 dəqiqədir. Maraqlı anlar olanda çəkəcəyik. Sonda hesabı görəcəksiniz. Ay bir qoyun, qoyun. Anar söyə bilmir, izləyicilər baxır deyə. Qoyun zat deyir. Axmaq, pis adam. Və qol uşaqlar, çəkmədik. Siz təkrara baxın necə vurdum. Çox sadə vurdum əslində. Elə bir uşaqla oynayıram. Anar, yəni zubir diyor. Dostlar, maç qolikdən bildirim gəldi qol. Pultum işləmir. Anar bu battle'dan sonra özünü tapacaqsan hardasa qruzda. Bu oyun qutaranda mən evə gedəcəm. Sən isə gedib baxacaqsan YouTube Plus'da. Oy zibil ikincini vurdu uşaqlar. Sən lütdənəsən brat. Sonda mikrofonumuzun bateriyası bitdiyi üçün səs kaydı dayanır və biz buna fikir vermirik. Oyun qurtarır, Anar mənə qalib gəlir və mən çox çətin də olsa cəzamı yerinə yetirməyə çalışıram. Anarsa burada əclaflıq edib tanımadığımız insanları mənə baxmağa çağırır. Nəysə mən paltarımı soyundum, məncə tapşırığımı çox gözəl bir şəkildə yerinə yetirmiş oldum. Hətta həmin vəziyyətdə bir oyun daha oynamağa oturdum. Bəli, bir belə videonun sonuna gəldik. Bura qədər izləmişsinizsə uşaqlar, videonu bəyənmisiniz. Ona görə sizdən tək xahişim kanala abunə olub videoya like atmağınızdır. Cidden videonun çəkilişi və montajı bizim çox vaxtımızı apardı. Özünüz də bilirsiniz ki, Azərbaycanda bu tərz videoları hazırlayan yoxdur. Ona görə əgər mənim davam eləməyimi istəyirsə, mənə dəstək olmaq üçün videonu dostlarınıza, qohumlarınıza göndərin. Yazın ki, Azərbaycanda belə bir YouTuber var. Tanıyırsan, onlar da mənim videolarıma baxsınlar. Yəni sizdən istədiyim şeylər pulsuz edə biləcəyiniz şeylərdir. Bunları edib mənə böyük bir dəstək olmuş olacaqsınız. Çox yaxında kanalıma Mr. Beast, Ruhi Çenet kimi dublaj özəlliyini də gətirdiyim videolar olacaq. Yəni tək Azərbaycanda yox, qlobalda da izlənməyə çalışacağam. Qlobalda da ölkəmizin YouTube'unu təmsil eləməyə çalışacağam. Bir gün bacaracağam. 10 milyon əhalisi olan Azərbaycanın YouTuberi dünyanın ən böyük YouTuberi olacaq. Bunun sözünü hamıya verirəm. Öpürəm, sevirəm sizi, canımsınız mənim.